Aha, deməli, faiz bölməsində sınağımızın izahına baxaq. Deməli, faiz, birinci suala baxaq. 85% işte 85% deyir onluq kəsrə çevirin. Biz faizi necə onluq kəsrə necə çeviririk? Deməli, 85% deyir onluq kəsrə çevirin. Yəni 85 bölünsün 10. Daha sonra bu ixtisar eləsək, 85-i biz, deməli 5-ə bölə bilərik. 85-i 5-ə böləndə, böləyəcək 17. 100-ü 5-ə böləndə eləyəcək 20. Cavab 20-də 7. Və yaxud da ki, bunu bu formada da yazmaq olar ki, 10-a 100-ə minə bölmədə vergül sıfırların sayğı dəyəri sola sürüşdüyünə görə 0-dan %85 olacaq. İkinci 140%. 140%-i onluq kəsrə çevirin. 140-ı bölərək 100-ə. Faizi ümumiyyətlə onluq kəsrə çevirəndə, faizdən onluq kəsrə keçəndə biz onu 100-ə bölməliyik. Sıfırlar ixtisar gedər, 14 bölünsün 10, 14-lə də 10 ixtisar gedənə 2-yə qalır 7 və qalır 5. Ya kəsr formasında bu cür yaza bilərik, onluq kəsr kimi də yazsaq 1,4 kimi yaza bilərik. Daha sonra deyək ki, 7/8 adi kəsirini faizlə ifadə edin. Sual 2. 7/8-i deyir adi kəsrə çevirin. Adi kəsrə biz faizə çevirmək istəyiriksə, biz onu 100-ə vurmalıyıq. Faizə çevirəndə yadda saxlayın ki, həmişə 100-ə vurursunuz. Sadəcə 100-ə vurursunuz. İndi 7-ni 100-ə vuranda 700 bölünsün 8. Yəni ixtisarımız da var. İxtisar eləyəndə nə qalacaq? 700-ü mən deməli 2-yə bölsəm və yaxud da ki, 100-lə 8 ixtisar gedir nəyə? 4-ə ixtisar gedir. 8-i 4-ə böləndə 2, 100-ü də 4-ə böləndə 25 qalır. 25-i də mən 7-yə vursam eləyəcək 175. 175 bölünsün 2. Bu formada da yaza bilərik. Daha sonra 9/16 kəsirini. 9/16-nı, yəni 16/9-u deyir faizə çevirin, yəni 100-ə vurun. Deməli 16 ilə 100 nəyə ixtisar edəcək? Deməli 4-ə. 16-nı 4-ə böləndə 4, 100-ü də 4-ə böləndə eləyəcək 25. Deməli 25 eləyəcək. Burada qalacaq 25. 9-u deməli 9 vurulsun 25 bölünsün 4-ə. 9-u da 25-ə vursaq eləyəcək 225. Cavabımız budur. Daha sonra keçək 3-cü suala. 70-in 3%-ni. Ədədin faizə görə tapılmalıdır. Yəni ədəd vurulsun faiz bölünsün 100-ə. Deməli 70-in 3%-i ədəd vurulsun faiz bölünsün 100. İxtisarımız gedəcək, deməli sıfırlar gedəcək. 7 dəfə 3-ün 21-i bölsək 10-a, 21-i də 10-a böləndə 2,1. Demək 3-cü sualın ikincisinə baxsaq, 120-nin 44,5%. 120-nin 4,5%. Böləcəyik 100-ə. Bərabərdir. Deməli 120, bu sıfırla bu sıfırı ixtisar gedəcək. Çünki 4,5-ə biz 10-a vursaq, cavab eləyəcək 45. 45 ilə də 12, deməli qalacaq burada 12 vurulsun 45 bölünsün 100 formasında. Deməli o 12 ilə 45-i biz vurub böldə də bilərik cavabımızı. Deməli 12-ni biz 45-ə vursaq, cavab nə eləyəcək? 12-ni 45-ə vursaq və yaxud da ki 12 ilə deməli 100 ixtisar gedir nəyə? 4-ə gedir. 12-ni 4-ə böləndə 3, 100-ü 4-ə böləndə 25 eləyəcək. 25 ilə də 45 ixtisar gedir 5-ə. 25-i 5-ə böləndə 5 eləyəcək. 45-i də 5-ə böləndə 9 eləyəcək. 9-u da 3-ə vursaq 27 bölünsün 5 qalacaq. Yəni bunu da sonra bir-birinə bölsək, 27-ni də biz 5-ə bölsək, cavab eləyəcək 5,4. Sonra 7,3-ün 240%-ni deyir tapılır. Ədədin faizi necə tapırdıq? 7,3 vururuq 240-a, bölürük 100-ə. Bu sıfırla bu vergül gedəcək, qalacaq 73. 73 vurulsun 24 bölünsün 100-ə. 73-ü də mən deməli 24-ə vursam, cavab nə eləyəcək? 1752. 1752-ni də 100-ə bölsək, 2 vergül qabağa gələcək, yəni 17,52. Cavab 17,52. Sonra keçək digər suallara.
4-cü suala baxaq. 4-cü sualda deyilir ki, mağazada 3 günə 960 kiloqram qənd satıldı. Mağazada 3 günə 960 kiloqram cəmi qənd satılıb. Birinci gün bütün qəndin 33%, ikinci gün 35% satıldı. Üçüncü gün neçə kiloqram qənd satıldı? Deməli, birinci gün baxaq. Mağazada 3 günə 960 kiloqram qənd satılıb. Birinci gün bütün qəndin 33% satılıb. Bütün qənd nə qədərdir? 960. Bu deyir 960-ın 33% satılıbdır. Ya 960-ın 33%-ni tapaq. Cavabımız burada eləcə sıfırlar getsə. Deməli, 96-nı da 33-ə vurursaq. 96-nı da 33-ə vuraq. 6 və 3-ün 18. 28. 6 və 3-ün 18. 28. 8. 16. 2, 3. Deməli, burada eləcək 3168. Bunu da deməli ona bölsək 316,8 eləyəcək. Daha sonra ikinci gün deyir ki, ikinci gün 35% satıldı. Yəni birinci gün bu qədər satılıbsa, ikinci gün 960-ın da 35% satılıbdır. Gəl tapaq 35%-ni tapaq. Bu ədədin faizin tapılmasına aiddir. Yəni deyir 960-ın 35% tapılıb. Yəni nə deməkdir? Ədəd vurulsun faiz bölünsün 100-ə. O sıfırlar gedəcək. O dəqiqə baxan kimi görürük ki, gedir sıfırlar. 96-nı biz 35-ə vursaq, demək 96-nı 35-ə vursam mən. Demək 96 vurulsun 35, 6 və 5-in 33 yadda, 9 və 5-in 45, 3 yadda 48, 6 və 3-ün 18, 8 yazır 1 yadda, 28, 0. Deməli 3, 3, 6, 0. Deməli bu sıfırlar ixtisar getsə qalacaq 336. 336 kiloqram qənd satıldı. İndi bizə deyir ki, 3-cü gün neçə kiloqram qənd satılıb? 3-cü gün mən bilmirəm axı nə qədər qənd satılıb. Yəni 3-cü gün ümumi qənddən, yəni ümumi 960 kiloqramdan çıxaram bu 2 gündə satılan qəndlərin cəmi miqdarını. Son 6,8 üstə gələnsin 336 bərabərdir. 960-dan çıxsaq, deməli bunları toplasam 316,8. 316,8. Üstə gəlsin 336. Yəni 8, 5, 3 üstə 3 gəndə 6, 0,4 atsaq 652,8. 960-dan da mən 652,8 çıxsam, bax tamların altına qeyd edirəm. Deməli bura 0 qeyd etsəm, ondan 8 çıxanda 2, 9-dan 2 çıxsaq 7. Deməli burada 6 və 5-dən 5 çıxsaq 0, 9-dan 6 çıxsaq 3, 307,2 kiloqram. Deməli 307,2 kiloqram qənd satılıbmış 3-cü günə. Daha sonra 5-ci sualda deyilir ki, mağazada deməli daha 4-cü sual yazılır. 5-ci sualda bağda 960 kiloqram meyvə ağacı var. Bunların 45% alma, qalan ağacların 25% armud, qalanı isə gavalı ağaclardır. Bağda neçə gavalı ağacı var? Deyir 960 meyvə ağacı var. Ümumi 960 meyvəmiz var. 960. Deyir ki, bunların 45% almadır. Deməli almaya baxaq indi. Alma. 960-ın 45% əgər almadırsa, biz ədədə görə faizi tapacağıq. Yəni 960-ın biz 45%-ni tapaq görək. Bu nə qədər almamız var bizim? Sıfırlar getsə ixtisar 10, 96-nı da 45-ə vursa, 96 vurulsun 45, 6 və 5-in 33 yada, 48, 6 və 4-ün 24, 2 yada, 38, 0. Deməli 4320, 4320 tapdıq bunlarda silim. Deməli bu sıfırlar da ixtisar getsə qalacaq nə qədər? 432 kiloqram almamız var idi bizim. Sonra deyir ki, qalan ağacların 25% armuddur. 960-ın deməli 432 almadısa gör nə qədər bizim qalanımız var. Deməli 528 kiloqram bu qalandır. Qalan. 528-in də 25% deyir armuddur. Qalan ağacların 25% armud. Deməli 528-in yəni qalan deyir ağacların 25%. Yəni
528-in 25% tapmaq lazımdır. 100 ilə 25 ixtisar gedir. Burada deməli qalacaq 4. 528-dən 4 ixtisar getsə, 528-i bölsək 4-ə. Gör nə qalır? Sürətlə məxrəci mən 2-yə bölsəm, deməli 4-ü 2-yə böləndə 2, 528-i 2-yə bölsək 26, 4. Aha, 26 4. Sonra bunları bir-bir yenə ixtisar yaparsam 132 kiloqramda deməli armud ağacı qalacaq. Daha sonra isə qalanı isə gaval ağaclarıdır. Yəni ümumi bizim qalan ağaclarımız bu deyildi. Deməli, qalan ağacımız buydu da. Yəni bundan da 132-yə çıxsam, qalanı da gaval ağacına düşür. 528-dən də çıxsam mən 132-ni nə qədər qalacaq? 396 kiloqram deməli gaval ağacına düşübdür. Gavalı. Vəssalam. Cavabı tapdıq. Sonra keçək digər suala. 6 nömrəli sualda deyilir ki, düzbucaqlı şəklində olan torpaq sahəsinin uzunluğu 640 metrdir. Bir düzbucaqlı sahəsi çəkək, düzbucaqlı. Deyilir ki, düzbucaqlı şəklində olan torpaq sahəsinin uzunluğu 640 metrdir. 600 deməli 40 metr. Bunu bildik, 640 metrdir. Sonra eni isə bunun 60% qədərdir. Yəni eni də deyilir 640-ın 60%-dir. 640-ın 60%-ni necə taparıq? Ədədə görə faizin tapılmasına əsasən bunlar demək sıfırlar getsə, deməli 64-dən mən 6-ya vurmalıyam, 64 vurulsun 6, 6 və 4-ün 24, 2 adı 384. Yəni 384 metrdə mənim enim edəcək. Deməli, bu sahənin 25%-də çovdar əkildi. Bu sahənin 25%-də çovdar əkdilər, qalanı isə buğda əkdilər. Deməli, ümumi sahəni biz tapmalıyıq ki, sahəmiz nə qədərdir? S bərabərdir. Bu düzbucaqlının sahəsi 640 metr vurulsun 384 metr. Belə bu nə qədər eləyəcək? 640-ın deməli, 640-ı mən 384-ə vursam, 384-ə vursam 64-də, 4-də və 4-ün 16, 1 yada, 32, 33, 3 yazırıq, 3 yadda, 4-də və 3-ün 12, 3 yadda 11, 6-da və 4-ün 24, 2 yadda, 8-də və 6-ın 48, 2 yadda 50, 5 yadda, 6 və 3-ün 18, deməli 5 yadda, deməli 23. 6, 7, 5, 4, 2. Bu da eləyəcək nə qədər? 2, 4, 5, 7, 6 və 0 da atıraq metrin kvadratı. Metri də metrə vuranda metr kvadrat eləyir axı. İndi bunu tapdıq belə. İndi deyir ki, baxaq görək. Bu sahənin 25%-də çovdar ağacı əkdilər. Yəni sahə nə qədərdir? Ümumi bu qədərdir. Bunu deyir ki, 25%-də çovdar əkdilər. Çovdar əkək, çovdar. Baxaq görə çovdar nə qədərdir? Deməli 245.760-da deməli 25%-də çovdar əkiblər. Deməli 100 ilə 25 ixtisar gedəcək, qalacaq burada 4. Deməli sürətlə məxrəci mən ixtisar aparsam 4-ü 2-yə böləndə 2, bunu da 2-yə bölsəm, deməli 2 deməli 5 2 dəfə 8 dəfə 2 16 0. Aha. Deməli, bir də 2-yə bölsəm, mən bunları ixtisar eləsəm, qalacaq nə qədər? 13-ünü 2-yə böləndə 6, 1, 4, 4, 0 kvadrat metr. Deməli, sonra deyir ki, qalanında isə buğda əkildi. Neçə hektar sahədə buğda əkildi? O qədərində deməli çovdar əkilibsə, bax çovdara bu qədər düşübdür. Bu çovdar əkiblərsə, indi biz ümumidən çıxmalıyıq. Deməli, tapdığımıza görə çovdar nə qədər əkiblər? 245.760-dan çıxsaq deməli 61.440-a. 61.440-a görək nə qədər eləyir burada. 0, 2, 3, 4, 1800 deməli 184.320 kvadrat metr. Yəni bu qədərində də bizim buğda əkdilər. Deməli buğda. Aha, yəni bu da buğda elədim. Buğda. İndi deyək ki, neçə hektar sahədə buğda əkildi? Biz bu cavabı biz metr kvadrat ilə tapmışıq, amma bizdə hektar soruşur. Bir deməli hektar, 1 hektar, 1 hektar. Deməli 10.000 kvadrat metrdir. İndi mən yəni bunu metr kvadratını hektara keçmək istəyirəmsə bölməliyəm. Yəni ki 184.320-ni
320-ni mən bölməliyəm 10.000-ə. Bölsək kimin alarıq? Sıfırlar gedər. Qalan nə qədər sıfır qalacaq? Deməli 1000, 18.432. İndi deməli cavab eləyəcək 18.000, 18,100.000-də 432 hektar. Bir də burada çevrilmələri biz bilməliyik ki, 1 hektar 10.000 kvadrat metrdir. Sualımız bu qədər. Sadəcə olaraq mən burada nə etdim? Deməli, sahəni tapdım. Sonra çovda deyək ki, 25%-ində əkilibdir. Yəni, ümumi sahənin 25%-ində çovdar əkilibsə, ümumi sahə vurdum 25 böldüm 100-ə. Və cavabımız bu qədər tapdıq. 61.440 kvadrat metr tapdım. Ondan sonra deyək qalanında da buğda əkilibdir. Yəni, ümumi cavabdan da, ümumi baxın bu cavabdan, aldığım cavabdan mən çıxdım bu çovdar, əkilən çovdarı. Yerdə qalacaq nə? Buğda qalacaq. Deməli, mən burada çevirmələri artıq bilməliyəm ki, mənə cavabı hektarla soruşur. 1 hektar 10.000 kvadrat metr olduğuna görə, deməli, mən 184.320-ni mən bölməliyəm 10.000-ə. Sıfırlar gedər, sonra 1000-ə bölməliyəm. Aldığım cavabı bu deyəcək 18.432 hektar. Sonra digər suala baxaq. Deməli, 2 ədədin ədəd ortası 7 nömrəli sualdan söhbət gedir. Deməli, 2 ədədin ədəd ortası 9,82-dir. 2 ədədin ədəd ortası 2 ədəd deyil, yəni A üstəgəlsin B. Ədəd orta nə idi? 2 ədədi biz cəmləyirik və bölürük onların sayına. Yəni, bölürük 2-yə. 2 dənə ədəddən söhbət gedir axı. Bölürük 2-yə bərabərdir 9,82-yə. İndi deyək ki, bu birinci ədəd ikincidən 20% böyük, üçüncüdən isə 20% kiçikdir. Burada 3 ədəddən söhbət gedir. Deməli, birinci ədəd, onda birinci ədəd, ikinci ədəd, bunları belə yazmalıyıq. Deyir ki, birinci ədəd ikincidən 20% böyükdür. Birinci ədədimiz A-dırsa, ikinci ədədim B-dirsə, deyir ki, birinci ədəd, üçüncü ədədimi də işarə edim. Burada üçüncü ədədimiz də olsun C. Çünki mən bilmirəm nədir, hansı ədədlərdir. Birinci ədəd ikincidən 20% böyükdür. Və birinci ədəd deyir, ikincidən 20% böyükdür. Yəni, A bölünsün, ikinci ədədimiz nədir? B-dən. İkincidən deyir 20% böyükdür. 20% çox nə deməkdir? Yəni 120%-dir də. 120%-dir. Sonra deyir ki, üçüncüdən isə 20% kiçikdir. Bu birinci ədəd ikincidən 20% böyükdür, amma üçüncüdən 20% kiçikdir. Yəni A bölünsün C-dən 20% kiçikdir. 100-dən 20 çıxanda 80% eləyəcək. İndi mən bu hesablamaları aparmalıyam. Ki cavabı tapa biləm. Burada birincini hesablayaq. Deməli, 120% nə deməkdir? A bölünsün B, 120%, 120 bölünsün 100 deməkdir də. Faizdən biz kəsrə keçməliyik. Burada da eyni ilə A bölünsün C, 80% nə deməkdir? 80 bölünsün 100 deməkdir. Daha sonra baxaq. İxtisarlarımızı aparsaq, qalacaq nə? 12 ilə 10. 12 ilə 10'u mən ixtisar aparsam 2-yə, 12-ni 2-yə böləndə 6, 10-u da 2-yə böləndə 5 qalacaq. 80 ilə deməli 10, 100 ixtisar edərək sıfırlar gedəcək. Deməli 8 ilə 10 qalacaq. 8 ilə 10-u mən 2-yə ixtisar aparsam burada qalacaq, sürətdə qalacaq 4, məxrəcdə qalacaq 5. Yəni mənim ifadəm nə oldu? A böl B-ni mən bir dəfə, bax bu ifadə aldım. A böl C-ni də mən bu ifadəyə bərabər elədim. İndi A bölünsün B-ni mən yazıram 6 bölünsün 5. Bir dəfə də A bölünsün C-ni mən yazıram 4 bölünsün 5 formasında yazıram. İndi hesablamalarımızı aparaq. Deməli, baxın A bir dəfə 4-ə, 6-ya, bir dəfə də 4-ə bərabərdir. Baxın, 6 və 4-ə, A bir də həm 6, həm 4 göstərirsə, siz 6 ilə 4-ə kök tapmalısınız. 6 ilə 4-ə kök nə edəcək? 12. 12-ni deməli, mən sürəti 12-yə tamamlamaq üçün necə yazaram? 6-nı 2-yə vuraram, 4-ü də 12-yə tamamlamaq üçün 3-ə vuraram. Əgər mən 6-nı 2-yə vurmuşamsa, burada da 2-yə vurmalıyam, 4-ü 3-ə vurmuşamsa, burada da 3-ə vurmalıyam və salam. Yəni, 6 ilə birlikdə uşaqlar həm 6, hansı ədədlərə bərabərdir? 6 ilə 4-ün əköbuna bərabər olacaq. Əköb.
6-dan 4-ün əkobuna bərabər olacaq 12. İndi siz sürəti 12-yə tamamlamalısınız. Bir də bax bu sürəti 12-yə tamamlamalısınız. Bu formada yazmalısınız. Çünki hər ikisini burada bizim A-larımız eyni ədədlərdir. Burada həm A, həm burada var, həm də burada var. Yəni siz mütləq həmişə, yəni bu qayda həmişə belədir. Əkov tapmalısınız. Yəni görürsünüz ki, A 2-yə də varsa, demək ki, A eyni ədəd eləməlidir. Ona görə bir dəfə burada görürsünüz 6 veribdir, burada da 4 veribdir. Deməli, A həm 6-ya, həm də 4-ə bölünən bir rəqəm imiş ki, bir dəfə 6 verib, bir dəfə də 4 veribdir. Düzəldək bunu. 6, burada da 4. Aha. 6-nı 2-yə vurdum, elədir 12, 5-də 2-yə vurdum 10. Baxın 4-ü 3-ə vurdum 12, 5-də 3-ə vurdum 15. Bu formada. İndi nisbət formasında veriləndə biz deyirdik ki, necə yazırdıq? Deməli, A 12x-a, B 10x-a, burada A 12x olsa yazmışam. Bir də C-nə qeyd edirəm, 15x formasında qeyd edirəm. Deməli, baxın, A buradakı ədədə, B buradakı ədədə bərabərdir, C də buradakı ədədə bərabərdir. Təzən bir də A-nı götürüb burada yazmam onsuz da var. İndi mənə şərtlər bir də nədir? A plus B-nin axı demişdi cəmi ədəd ortası 9,82-yə bərabər idi axı. A plus B-miz nəyə bərabərdir bizim? Yəni 12x gəlsin 10x bölünsün 2 bərabərlə 9,82-yə bərabər idi deyildim. İndi gəl buradan biz x-i hesablayıb tapmalıyıq. 12 üstə gəlsin 10 eləyəcək 22. 22x deməli 22x bölünsün 2 bərabərlə 9,82-yə. 22-ni də 2-yə böləndə 11x bölünsün deməli 9,82-yə, 82-yə. X də bərabərdir. 9 tam deməli 182 bölünsün 11-ə. Sürətlə məxrəcə mən 100-ə vursam, 100-ə. Deməli 9-dan 182 olduğuna görə burada eləyəcək 11 vurulsun 100, deməli 982 eləyəcək. 982 görək 11-ə tam bölünürmü? Sürətlə məxrəcə mən 11-ə bölsəm və 982-ni də 11-ə bölsəm nə qalacaq? Deməli 9 yox 8 dəfə, 8. Deməli görək baxaq, görək bölünürmü hələ? 982. 2 9-dan 1 bölünmədi amma burada. Niyə bölünmədi? Bu ədədləri tapın. Burada görə hesab səhv etdikmi? Deməli 12 üstə gəlsin 10, 22 x bölü 2 eləyəcək 11 bərabər 9,82-yə. Deməli 9,82-ni də mən 11-ə bölsəm bölünmür əslində qalsa bu niyə bölünmədi ki? Görək harasa səhv etmədim mən. Bölünmür amma. Burada bölünmədi. Niyə görə bölünmədi? Görək başqa səhv etməmişəmsə əgər. Düz yazmışam. Görək səhv etməmişəmsə. Qaydaq bir dəfələ deməli, bu iki ədədin ədəd ortası 9,82-dir. Birinci ədəd ikincidən 20% böyükdür. 20% böyükdür. Üçüncüdə isə 20% kiçikdir. 80% yazdıq. Bu ədədləri deyir tapın. Sıfırlar deməli ixtisar getdi burada. Sıfırlar 13 bölü 6, 10 2 böldük 5. Sıfırlar getdi ixtisar. 8 ilə 10 2 böldük 4. 10 2 böldüm 5. Sonra 6 ilə deməli 6 həm burada olduğuna görə əkəb tapırıq 12. 6 və 2 12. 4 və 3 12. 5 və 2 5 və 3 15 düzdür. 10. B-miz 10x-dir. C-miz də 15x-dir. Daha sonra mənə deyir ki, 2 ədədin ədədi ortası 9,82-dir. 9,82-dir. 12 üstə gəlsin 10x bölünsün 2 bərabərdir. 9,82-yə 22x bölü 2 deməli 9,82. 22-ni 2-yə bölsək 11. X bərabərdir 9,82-yə. Sürətlə məxrəci mən 100-ə vursam, onlu kəsrdən azad etmək üçün, yəni hesab səhvi yoxdur. Hesab səhvi yoxdur. Buradan görə bu nədə də səhv var. 9,82 mən 100-ə vursam 982 1 1 0 0. Sürətlə məxrəci mən 11-i ixtisar aparsam 2-yə ixtisar aparsam yaxşı. Gəl 11-i ixtisar aparmayaq, 2-yə ixtisar aparaq. Deməli
Amma yəqin tam bölünmür. Tam bölünmür. Deməli 11 vurulsun 100 kimi yazsa 2-yə ixtisarlarsam burada 50 qalacaq. 2 yaparsam 49 qalacaq. Burada da 1 qalacaq. Sonra deməli başqa ixtisar getmir. 491 bölünsün 55 0 formasında cavabımız qalacaq. İndi x-imizi bu tapdıq. Məndən nəyə soruşur? Deyir ki, bu ədədləri deyir tapın. Ədədlərimiz biri nədir? 12x-dir. Biri 10x-dir, biri də 15x-dir. A bərabərdir 12x-dirsə 12x deməli 491 bölünsün 550. Sonra b-miz bərabərdir 10x-dirsə 10x-imiz nədir? 491 bölünsün 550. Bir də 550. C-miz də bərabərdir. 491 vurulsun bölünsün 550 vurulsun 15'e. Amma burada cavablarımız da böyük alınır. Ola bilsin ki, bəlkə nəsə rəqəm səhvi. Hansısa rəqəm səhv eləmişik. 21-ci ədəd ikinci ədəddən 20% böyükdür. Çünki burada da baxıram, yəni səhvi yoxdur. Ola bilsin ki, yəqin burada nəsə səhvlik var. Rəqəm biraz səhv verilibdir. Ola bilər. Çünki hər şey burada doğrudur. Hesablamada səhv yoxdur. Hesablamada səhv yoxdur. Birinci ədəd ikinci 120% böyükdür. Bəli, böyükdür. Hamısı böyük yazdıq. Deməli 12 ilə 550. Yəni cavabımız bu formada olacaq. Biz yəni 12-ni vurmalıyıq. 491-ə cavabı yazmalıyıq burada. Bununla bu gedəcək, ixtisar gedəcək 491-i bölməlik 55-ə. Bir də ki, bunlar bir-birinə vurub cavabı yazmalıyıq burada. Amma yenə də mən bu sualı bir daha baxaram. Ola bilsin ki, nəsə rəqəm səhv ola bilər, şərtdə nəsə səhv verilə bilər. Ola bilər. Çünki hesabımda səhv yoxdur. Hesablama səhvi getməyibdir. Sonra deməli 8-ə baxaq, 8 nömrəli sualda. 8 nömrəli sual deyilir ki, 3 ardıcıl cüt natural ədədin cəminin 35%-i 23,1-ə bərabərdir. 3 ardıcıl natural ədədlə ardıcıl natural ədədlər nələr idi? n plus 1, bir də n plus 2 idi ardıcıl. Deyir ki, bunların bu 3 ardıcıl natural ardıcıl cüt natural ədəd deyir. Cüt deyirsə, onda biz artıq bunları fərqli yazacağıq. Bir dəqiqə cüt deyirsə 3 ardıcıl cüt natural ədədin cəmi, misal 8. Deməli 2n, biri 2n'dir, biri 2n plus 2'dir, bir də 2n plus 4'dür. Yəni cüt və tək ədədlər 2 ilə başlayırdı. Bu ədədlərin cəminin 35%, yəni cəmi nə deməkdir? Toplayacaqsınız bunları. Bunların cəminin 35%, ədədin yəni 35%, ədədə görə faiz tapılmaya aid. Böləcəksiniz 100'ə bərabərdir 23,1'ə bərabərdir. Və sıradan buradan sonra da adi hesablamadır. Bu ədədləri deyir tapın. Ədədlərimiz yəni bunlar idi. Baxın, biri 2 idi, biri 2 plus 2 idi, biri də 2 plus 4 idi. İndi hesablayaq. 2n üstəgəl 2n üstəgəl 2n 6n eləyəcək. 6n üstəgəlsin. 4'ün də üstünə 2 gələndə eləyəcək 6. Deməli vurulsun 35 bərabərdir 23,1 də mən 100'ə vursam. Baxın 23,1'i mən bu formada çarpaz 100'ə vurmalıyam. 100'ə vuranda eləyəcək nə? 2310 eləyəcək. Yəni bu sıfırla bu vergül gedəcək, qalacaq 2310. Sonra 6n plus 6 bərabərdir nəyə? 2310'u mən bölməliyəm 35'ə. 6n plus 6 buradan bərabərdir nəyə? 2310'u mən 35'ə ixtisar aparsam, ixtisar aparmıram daha doğrusu bölsəm. Deməli, nə qədər qalacaq? 7 dəfə götürsək, 7 dəfə 5'in 35, 3 yadda. 7 dəfə 3'ün 21, deməli, 3 yadda 24, 7 deməli çox olacaq 6 dəfə götürsək, 6 dəfə 5'in 30 sıfır yazırıq. 3 yadda, 6 dəfə 18, 3 də yadda 21. Deməli, o birdən 0, 1, 2, deməli 0, 7 dəfə 6 dəfə 5'in 30, 6 dəfə 5'in 30 sıfır yazır. 3 yadda, 6 dəfə 18, 3 də yadda 21. Və salam böldük. Elədi cavabımız burada 66. Deməli, ixtisarımızı da apardıq, böldük daha doğrusu.
Deməli, daha sonra buradan 6 n nəyə bərabərdir? 66 çıxılsın 6-ya. 6 n bərabərdir. 66-dan 6 çıxanda 60-a. Buradan bizə n-i tapmaq lazımdır. N də bərabərdir 60 bölünsün 6-ya. N də bərabərdir 10 edəcək. Bizə nəyə soruşur? Deyir ki, bu ədədləri tapın. Ədədlərimiz nə idi bizim? Biri 2n idi. Biri 2n idi. Biri 2n plus 2 idi. Bir də ki, 2n plus 4 idi. Deməli, 2-ni 10-a vursaq eləyəcək nə? 20. 20-nin də üstünə bax, 20 elədik. 20 üstə 2 gəlsə 22. 20-nin də üstünə 4 gəlsə 24. Yəni, onsuz da ardıcıl cüt ədədlər dediyinə görə biri 20, digəri 22 və 24 olmalıdır. Bu formada olmalıdır. Cavabımız belə olacaq. Daha sonra keçək digər suala. Sonra 3 ardıcıl deyir, tək natural ədədin cəmi 15%. 3 ardıcıl tək natural ədəd. Deməli, ardıcıl tək ədədlər 2n plus 2, daha doğrusu 1 və 2n plus 3 ilə başlayacaq. Tək ədədlərdən söhbət gedirsə, bir dəqiqə 2n plus 1, 2n plus 3, mən bunu səhv yazdım, bunu düzəldim. 2n plus 1, 2n plus 3, bir də ki 2n plus 5. Deməli, indiki bu ədədlərin cəminin 15%, yəni cəminin 15%, yəni bu 15% bərabərdə 11,25-dir. 15% yəni faizə vurub böləcəksiniz 100-ə, bərabərdir 11,25-ə. İndi 2n üstəgəl 2n, üstəgəl 2n. Bu 2n-ləri toplasaq eləyəcək 6n. 5 üstəgəlsi 3, 8, üstəgəl 1, 9 vurulsun. 15 bərabərdir 11,25-i də mən 100-ə vursam nə eləyəcək? 1125 eləyəcək burada cavab. Deməli, 6n plus 9 vurulsun 15 bərabərdir 1125-ə. 6n plus 9 bərabərdir 1125-i də mən 15-ə bölsəm. Deməli, 1125-i də 1125-i də 15-ə bölsəm. Baxaq görək nə alınır. Deməli, 8 ilə götürsək, əgər alınırmı? 8 ilə 5-in 44 ya da 12, 8 yox, 7 dəfə düşəcək onda. 7 dəfə düşəcək. Deməli, 7 dəfə, 7 və 5-in 35, 5 yazırıq 3 yadda, 7 ilə 7, 3 yadda 10. 12-dən 5 çıxsaq 7, deməli 5, deməli 5 də 5-in 25, 75. Burada eləyəcək cavab 75 eləyəcək. Sonra, deməli, buradan bizim 6n-imiz nəyə bərabərdir? 75 çıxılsın 9-a. 6n buradan bərabərdir 66-ya. Deməli, n də burada bərabərdir 11-ə. Deməli, nə ədədlər deyir? Ədədi ortasını deyir, tapın. Birinci hələ ədədləri tapaq, sonra da ədədi ortasını tapa bilərik. Və yaxud da ki, ədədi orta nə idi? Ədədlərin cəminin, yəni 2n plus 3-ün, bir də ki 2n plus 5-in, bunların cəminin olan sayına olan nisbətidir. Yəni 3-ə bölməliyik. 2n-ləri toplasaq 4n eləyəcək. 5-in üstünə deməli, baxın, bunlar da bir toplasaq 5 üstəgəlsin 3, 8 üstəgəlsin 1, 9. 9 bölünsün 3-ə bərabərdir. 4-ü biz vursaq burada 11-ə 44 üstəgəlsin 9. Deməli, bölünsün 3. Deməli, bu deyəcək 53 bölünsün 3 eləyəcək. 53 bölünsün 3 ədədlər orta. Deməli, tapılır ki, 53 bölünsün 3. Məsələn, bu formada cavabımız alınacaq. Sonra keçək digər suala. Digər sual 9-cu suala baxdıq. Deməli, 10 nömrəli sual. Deyir ki, kitabın 168 səhifəsi var. Bir kitabın 168 səhifəsi var. Qız birinci gün bütün kitabın 12,5%-ni, ikinci gün isə bundan 15 səhifə çox oxudu. O daha neçə səhifə oxumalı idi? Kitabın 168 səhifəsi var. Deməli, kitabın 168 səhifəsi var. Qız birinci gün bütün kitabın 12,5%-ni oxuyub. Birinci gün bütün kitabın, yəni 168,168-in 12,5%. Burası 12,5-ə böləcəksiniz 100-ə. Bərabərdir. 168-i mən 12,5-ə vursam, 12,5-ə vursam, görək nə eləyər? 168 vurulsun 12,5-ə. Deməli, 8 ilə 5-in 44 yadda, 6 ilə 5-in 30, 4 yadda 34, 3 yadda, 5-dən 5, 3 yadda 8.
Sonra 8 dəfə 2-ni 16, 6 yazırıq bir yadda. 6 dəfə 2-ni 12, bir yadda 13, 3 yazır bir yadda. 2 dəfə 1-i 2, bir də yadda 3. Bir də ki, üstə gəlsin 8, 6, 6 və 1. 0, 0. Deməli, 8, 16 üstə gəl 3, 19, bir də yadda 20, 0 yazırıq 2 yadda. 6 üstə 3, 9, 2 yadda 11, 1 yadda 2. Deməli, nə elədi? Vergüldən sonra bizim bir rəqəmimiz var deyə bir rəqəm ayırmalıyıq. Elədi, bu da 2100. 2100. Yəni, bu sıfırlarla bu sıfır ixtisar gedəcək, qalacaq 21 səhifə. Deməli, biraz birinci gün 21 səhifə oxuyubmuş. Yəni, biraz hesablama rəqəmləri çox böyük verdiyinə görə hesablamamız çox olur. Amma ki, qaydası sadədir. Deməli, 21 səhifə oxudu. Sonra deyir ki, ikinci gün isə bundan 15 səhifə çox oxuyub. İkinci gündə bundan 15 səhifə çox oxuyubsa nə olacaq? Yəni 21-in üzərinə sən gəlməlisən 15 səhifəni. 36 səhifə oxuyubmuş. Yəni deyir ki, o daha neçə səhifə oxumalı idi? Yəni 168-dən mən çıxmalıyam nəyi? Bunların cəmini. Yəni birinci gün 21 səhifə oxuyub, ikinci gün 36 səhifə oxuyub. Görək qız hələ daha neçə səhifə oxumalı imiş. 168-dən də mən çıxacağam nəyi? 57-ni. Deməli, 111. 111 səhifə, cəmi 111 səhifə qız kitab oxumalı imiş. Daha sonra keçək digər misala. Deyir ki, avtomobil 280 kilometr yol getdi. Avtomobil cəmi 280 kilometr yol gedibmiş. 280 kilometr yol gedibmiş. Deyir ki, avtomobil bu yolun 40%-ni 80 kilometr sürətlə gedibdi. Yolun 40%-ni 80 kilometr sürətlə gedibdi. 40% bu yolu, ümumi yolumuz 280-də 280 görə 40% nə qədər yol eləyir? Bu sıfırlar ixtisar getsə, 8-i 4-ə vursa 32, 2 yazırıq 3 yadda. 4 2-ni 8, 3 yadda 112. Deməli 112 kilometri, deməli bu 80 kilometr saat sürətlə gedibdi. Yəni V1-imiz bərabərdir. V1-imiz bərabərdir 80 kilometr saata. Sonra qalan yol isə əvvəlki sürətindən 25% az sürətlə getdi. Qalan yolumuz nə qədərdir? Qalan demək yolumuz, deməli 280-dən mən çıxmalıyam. Qalan yol, deməli qalan yol. Deməli 280-dən çıxmalısan, 280-dən çıxmalısan 112-nin. 168 kilometr, deməli 168 kilometr yol qalıbdı. Deyir ki, qalan yolu isə əvvəlki sürətindən 25% az sürətlə getdi. Əvvəlki sürəti nə qədər? 80-dir. Bundan deyir ki, 25% az gedibdi. Yəni 80-i biz 25% az gedibsə necə tapardıq? 100-dən 25 çıxanda 75. Yəni 80-in 75 kilometr 75%-ni tapmalıyıq. Yəni gör nə qədər eləyəcək? Bu sıfırlar ixtisar getdi. Qaldı nə? 10, 8 və 5-in 40, 0 yazır 4 yadda. 8 və 7-in 56, 4 yadda 60. Yəni bu sıfırlara getdi, qaldı 60 km/saat. 60 km/saatlı ikinci sürətdir. İndi avtomobil bütün yolun 2 saata getdi. Deməli, birinci yolu, bax bu birinci yoldur. Birinci yolu bu qədər gedib. O qalan yolda bu qədər saata gedibdi. Deməli, indi bizdə deməli sürət var, yol var. Bizə nəyə çatmır burada? S bərabərdir VT-dən. S bərabərdir. Baxın, üstümüz necə idi? S bərabərdir VT-dən. S bərabərdir VT-dən. Baxın, yol var, sürət var. Bizə nə çatmır? Zaman çatmır. Yolumuz nə qədərdir? 112-dir. Bərabərlə sürətimiz 80 vurulsun T-dir. Yəni bizə burada T nəyə bərabərdir? 112-ni mən bölməliyəm bir dəfə 80-ə. Bir dəfə də bu ikincidə bu T1 olsun. T2-miz bərabərdir nəyə? Yəni də 168-i mən bölməliyəm 60-a. Baxın, bunları deyirəm. 168-i mən bölməliyəm 60-a. Yəni bu düstur əsasını bilirəm. İndi hesablayaq. Bir dəfə 112 bölək 80-dən, bir dəfə də 168-i bölək 60-a. İxtisarımızı aparaq. 112-ni mən 80-dən bölsəm, ixtisarımızı aparsaq, gəlir birbaşa bölək. 112 bölünsün 80. 112 80-ə bölsəm neçə qalacaq burada? Deməli, burada ixtisar gedir qalsa, mən sürətlə məxrəci 4-ə bölə bilərəm. 4-ə bölə bilərəm. Elə çünki burada tam bölünmür. Deməli, sürətlə məxrəci 80-i 4-ə böləndə 20 qalacaq. 112-ni də mən 4-ə bölsəm, 11 4-ün içində
4 və 2-nin 8, 32, 32-ni 4-ə bölsək, 32 də 4-ün içində deməli 8 əvə düşəcək. 28 nədir? 20-ni 2-yə bölsəm burada deməli 2-yə bölsək 14 qalacaq, burada da 10 qalacaq və ixtisar yaparsaq 1,4 10-u kəsə bölsək 1,4 qalacaq. Sonra 168-i mən 60-a böləndə 168 deməli qalacaq burada nə? 168 60-a bölsəm 2-yə bölsəm burada 30 qalacaq. 168-i 2-yə bölsək 16-yı 2-yə böləndə 8, 4 qalacaq. 3-ə bölsəm burada 10 qalacaq. Deməli 84-ü 3-ə bölsəm deməli 8-i 3-ə bölsəm 2 dəfə 8 və 3 28. Bu deyəcək 2,10-da 8 eləyəcək. Yəni deyək ki, T1-imiz budur, T2-miz də budur. Yəni bunları cəmləsək nə qədər zaman eləyəcək? 2,10-da 8. 8 tökəl 4, 12, 2 yazır bir yerdə, 2 üstə 1, 3, 1 də yerdə 4. 4,2 saata edəcək. Temiz də bərabərdir 4,2 saata. Bunlar da. Sonra keçək digər suala. Biz sualımıza baxın. Sonra 12 nömrəli sualda qaldıq. 12 nömrəli sualda bizdə deyilir ki, ehtiyat onu 3 çörək zavadı arasında böldülər. Ehtiyat onu 3 çörək zavadı arasında böldülər. İndi görək ki, nə qədər bölə bilər? Birinci zavod 20%, ikinci zavod 30%, üçüncü zavod isə 50% un aldı. Üçüncü zavod birincidən 48 ton çox un alarsa, hər zavoda neçə ton un düşər? Deməli, ehtiyat onu 3 çörək zavadı arasında böldülər. Birinci zavod, bu ikinci zavod, bu da üçüncü zavod olsun. Böldülər. Deyək ki, birinci zavod 20%, ikinci zavod deməli 30%, üçüncü zavod isə 50% un aldı. Üçüncü zavod birincidən 48 ton çox un alarsa. Deməli, üçüncü zavod birincidən deyək 48 ton çox un alarsa. Üçüncü zavod birincidən 48 ton çox un alarsa, əgər birincimiz bizim x-dırsa, bu da 48 ton çox buğdalı bax un alıbdı. O da x plus 48 ton olacaq. Deməli, bu qədər tapdıq. Yəni deyək ki, birinci zavoda ehtiyat onu 3 çörək zavodu arasında böldülər. Bizim amma unumuz bilmirik nə qədər rəsminə qalsa. Unumuz bilmirik nə qədər. Gəlin bunlara şərti dəyişək. Şərti mən dəyişim. Deməli, onu mən bilmirəm ki, nə qədər. Onu x qəbul etsəm, ümumi olaraq onu x qəbul etsəm. Birinci zavod deməli 20%, ikincisi 30% aldı. Deməli, onun 20% nə deməkdir? X-in 20%-i böləcəksən 100-ə. Burada eləyəcək 0,2x eləyəcək. 0,2x eləyəcək. Sonra ikincidə deyir ki, deməli, onun 30%-ni alıbdı. X-in yəni 30%-ni alıbdı. Bölürsən 100-ə, deməli, bərabər eləyəcək 0,3x. Üçüncü isə deyir ki, 50%-ni aldı. Yəni, x-in 50%-i deməkdir. X vurulsun 50 bölünsün 100. X vurulsun 50 bölünsün 100. Bunlar getsə qalacaq 0,5x qaldı. Gəlin mən bu şərti bir də qurum. Birinci, deməli, birinci zavod deyil, mən onu x qəbul etmişdim bayaq, onun bərabərliyi x idi. Deyir ki, birinci zavod onun 20%-ni alıbdı. Yəni, x-in 20%-ni deməkdir. X vurulsun 20 bölünsün 100. Sıfırlar getdi, qaldı 0,2x-a. İkinci zavod deyir ki, onun 30%-ni alıb. Yəni, x-in 30%-ni alıbdı. X vur 30 bölünsün 100. Sıfırlar getdi, qaldı 0,3x-a. Deyir ki, üçüncü isə 50%-ni aldı. Üçüncü isə deyir ki, 50%-ni aldı. Yəni, x-in 50%-ni nə qədərdir? X vur 50 bölünsün 100 deməkdir. Bərabərdir 0,5x-ni alıbdır. Sonra deyir ki, üçüncü zavod birincidən 48 ton çox un alarsa. Üçüncü zavodumuz nə qədərdir? 0,5x-dir. 0,5x-dir. Deyir ki, bax, bu birinci zavoddan. Yəni, deyir ki, 48 ton çox un alarsa. Birincidən 48 ton çox un alamaq nə deməkdir? Bax, bu formada. Məsələn, şərtimizi qurduq. Üçüncü zavod, birinci zavoddan deyir 48 ton çox un alıbdır. Hər zavoda neçə ton un düşər? İndi 0,5x-dan x-lar mən bir tərəfə yığsam, 0,5x çıxılsın nə? 0,2x bərabərdir 48-ə. 0,5-dən mən 0,2 çıxsam, 5-dən 2 çıxsın 3, 0,3. Yəni 0,3x bərabərdir 48-ə.
X bərabərdir 48-i bölsəm 0,3-ə. Deməli, sürətlə məxrəci mən deməli nəyə vurmalıyam? 0,3 olduğuna görə ona vursam cavabımı ala bilərəm. Cavabımı ala bilərəm. Deməli, sürətlə məxrəci 10-a vursam, bölündü 10-a, 10. Yəni 48 vurulsun 10, 0,3-ü də 10-a vuranda 3 eləyəcək. 48-lə deməli 3 yığsa gedir qalacaq 16. 16-nı da 100-ə vuranda eləyəcək 160. Mən burada sadəcə x-i tapdım, yəni 160. X-imiz də 10 idi. Görək məndən nə soruşur? Hər zavoda deyir neçə ton un düşər? Hər zavod nə qədərdir? Birinci zavodumuz 0,2 idi də, düzdürmü? Baxın burada. Yəni biz 160-a vurmalıyıq 0,2-yə, bir dəfə 0,2-yə vuracağıq. Sonra 0,3-ü vurmalıyıq bir dəfə 160-a, bir dəfə də 0,5-i vurmalıyıq 160-a. Bu formada tapmalıyıq cavabları. Deməli, tapsa bu 0-la bu 0 gedəcək. Qalacaq nə? 16-nı da 2-yə vursaq 32 ton birinci zavod alıb. Bu 0-la bu 0 getsə, vergüllə 0 getsə, 16-nı da 3-ə vursaq 48 ton ikinci zavod alıbdır. Bu 0-la vergüllər getsə, 16-nı da 5-ə vursaq 80 ton da üçüncü zavod alıb. Yəni 32, 48 və 80 ton bu formada biz hesablayacağıq. Daha sonra indi deyir ki, faizə görə ədədləri tapın. Faizə görə ədədləri tapma bölməsinə aiddir bu sual. Faizə görə ədədləri biz necə tapırıq? Deməli, ədəd vurulsun, ədədimiz vurulsun. 100 böləcək faizə, yəni 4%. Faizə görə ədədə bu formada tapılır. 42 vurulsun 100 bölünsün 4. 42 biz deməli mən 100-ü 4-ə bölsəm nə qalacaq? 25. 25-də 42-yə vursam eləyəcək 1050. Sonra 1050. İkinci deyir ki, 21% 6,3-ə bərabər olan ədəd. Yəni 6,3-ü mən vurmalıyam 100-ə, bölməliyəm 21-ə. Deməli, 0-la bu vergül gedəcək, qalacaq 630 bölünsün 21. 630 da mən 21-ə bölsəm, qalacaq 30. Yəni, sürətlə məxrəci mən 21-ə bölməliyəm. Burada 63-ü də 21-ə böləndə 3 qalacaq, 3-ü də 10-a vuranda 30 eləyəcək. Sonra deyir ki, 12,5% 4-ə bərabər olan ədəd. Yəni, 4 vurulsun 100 bölünsün 12,5. Deməli, 4-ü 100-ə vuranda 400, 4 bölünsün 12,5-ə. Sürətlə məxrəci mən 10-a vursam, burada 0 bir də artıracam. İndi 4000 də mən 125-ə bölsəm, burada da cavab eləyəcək 32. Bu formada yəni tapa bilərik. Daha sonra ikinci sual keçək. Deyir ki, kartofda 20% nişasta var. Yəni bir kartofda 20% nişasta var. 15 kiloqram hazırlamaq, 15 kiloqram nişasta hazırlamaq üçün nə qədər deməli kartof lazımdır. Deməli, bir kartofda 20% nişasta varsa, yəni belə deyim ki, bu formada yadda saxlayın ki, həm rəqəmi, həm də faiz, ədədin həm hər hansısa bir deməli burada indi nişastadan söhbət gedir də. Həm baxın nişastanı kiloqramdan veribdir, həm də faizlə veribdir. Həm kiloqramla, həm faizlə veribsə, artıq siz bura faizə görə ədəd tapılmasından istifadə etməlisiniz. Yəni 15 deməli bir kartofda 20% nişasta var. 15 kiloqram nişasta hazırlamaq üçün nə qədər kartof lazımdır? Məndən kartofu soruşur da. Amma görürsən həm 15 kiloqram nişastanı veribdir, həm də 20% nişasta veribdir. Yəni bir nişastanı həm kiloqramını, həm faizini veribsə, siz faizə görə ədəd tapmadan istifadə edəcəksiniz. Yəni 15%-in 15 kiloqramı 20%-ni tapacaqsınız. Daha doğrusu 20%-ə görə 15 kiloqramı tapmalısınız. Bu da nə deməkdir? Yəni 15 vurulsun 100 bölünsün 20. Faizə görə də tapılmasından istifadə edəcəksiniz. 100 ilə 20-ni çarparsaq burada 1 qalacaq, burada 5 qalacaq. 15-də 5-ə vursaq eləyəcək 75 kiloqram ümumi bizə kartof lazımdır. Sonra ikinci 15 nömrəli suala baxaq. 15 nömrəli sualda deyilir ki, traktorçu bütün yerin 36%-ni birinci gün, bütün yerin 36%-ni birinci gün, 30%-ni ikinci gün, qalan 6,8 hektar yeri isə deməli 3-cü gün əkdi. Traktorçu 3 günə neçə hektar yer əkdi? İndi traktorçu bütün yerin 36%-ni 3-cü gün əkdi. Bütün yer mən bilmirəm nə qədərdir. X qəbul etməliyəm ona görə də. Deməli, birinci gün bütün yerimiz, ümumi olaraq yerimiz nə qədərdir biz bilmirik axı. Ona görə yerimiz olsun nə? X qəbul edək, ümumi yerimiz X-dir. Deyək ki, birinci gün bütün yerin 36%-ni
deməli əkdir. Yəni bütün yerimiz nə qədərdir? X-in 36%-ni əkibsə, yəni x vur 36 bölünsün 100, bu da 0-dan %36 x deməkdir. İkinci gün deməli, birinci gün 30%-ni ikinci gün əkibdir. 30%-ni, yəni x-in 30%-ni ikinci gün əkibsə, x vur 30 bölünsün 100, 0,3 x-i ikinci gün əkibdir. Sonra qalan 6,8 hektar yeri isə üçüncü gün əkdi. Qalan nə deməkdir? Yəni qalanımız, birinci gün bu qədər əkibdir, ikinci gün bu qədər əkibdir. Ümumi x-dan mən çıxmalıyam nəyi? 0,36x-la 0,3 x-in cəmini çıxmalıyam ki, mən qalanı tapa biləm də. Qalanımız nə qədər olacaq? Deməli, 0,36x üstəgəl 0,3, 3x eləyəcək nə? 0,66x-dan. Yəni mən bu x-in əmsalı 1-dir. Yəni 1-dən mən 0,66-nı mən çıxmalıyam ki, görək qalan yerimiz nə qədərdir. 1-dən də 0,66-nı mən çıxsam, 10-dan 6 çıxsaq 4, 9-dan 6 çıxsaq 3, 0-dan 34x. Yəni baxın qalan yerimiz budur. Qalan. Deməli, bunları da silək. Qalan yerimiz 0,4x-dir, 34x-dir. İndiki traktorçu qalan 6,8 hektar yeri üçüncü gün əkibdir. Deyir ki, indi baxın bu üçüncü günə də deyir ki, 6,8 hektar yer əkibdir. Həm də bizim qalan üçüncü günə deyir ki, qalan yeri əkibdir. Bu da deyir 6,8 hektara bərabərdir. Yəni 0,34 x-imiz bərabərdir 6,8-ə. Vəssalam. Yəni bir də həm şərtdə deyibdir, həm də belə rəqəmlə veribdir. Yəni həm bu formada veribsə, həm dəyişənlə, həm də rəqəmlə veribsə, siz bunları bir-birinə bərabər eləməlisiniz ki, oradan x-i tapa biləsiniz. İndi x bərabərdir buradan nəyə? Dedik ki, x-in yanında olanları həmişə biz bölürük. 6,8-i biz bölməliyik 0,34-ə. Sürətlə məxrəci 6,8-i mən 0,34-ə bölsəm, sürətlə məxrəci mən 100-ə vursam ki, vergüldən azad olsun. Bu sıfırla bu vergül gedəcək, qalacaq 680 bölünsün 34. 34-ə bölsə 68, 34-ə bölsəm 2 dəfə düşəcək, 2-ni də ona vuranda edəcək 20. X-ini tapdım mən 20. Sonra traktorçu 3 günə neçə hektar yer əkdi? Baxalım, birinci günə deməli nə qədər yer əkibdir? 20-ni mən vurmalıyam 0-dan 36-ya. Deməli 20-ni mən vurmalıyam 0-dan 36x-a. 36x-a. Deməli, bu 0-dan bu vergül gedəcək, qalacaq 3,6-ı mən 2-yə vursam, gələcək 7,2 birinci gün əkibdir. Sonra 0,3-ü mən deməli 0,3-ü mən vursam 20-yə, bu 0-la bu vergül gedəcək 3 dəfə 2-nin 6 hektar, bu qədər əkibdir. Üçüncü gündə onsuz da özü verirdi ki, 6,8 hektar əkibdir. Vəssalam. Bunları da cəmləməliyik. Yəni traktorcu 3 günə neçə hektar əkdi? 7,2, 7,2. Üstə gələsindən 6-nı toplayaq. Bir dəfə 7 üstün 6 gələndə 13,2x. Bir dəfə də nəyə toplamalıyıq? 6,8-i toplamalıyam. 6,8. 8 + 2 10, 9, 10, 1, 2, 20 hektar. Deməli cavabımız olacaq. Vergüldən sonra yazılan sıfırların önəmi yoxdur. Yəni 20 hektar cəmi yer əkibmiş. Cavabımız oldu 20 hektar. Sonra keçək digər suallara. 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, turist bütün yolun 35%-ni birinci gün, 33%-ni ikinci gün, qalan 224 kilometr yolu isə üçüncü gün getdi. Bu turist 3 gün ərzində neçə kilometr yol getdi? Tamamilə baxın 15-dən 16-cı sual tamamilə eyni suallardır. Yəni birində deməli traktordan söhbət gedir, birində də yoldan söhbət açır, turistdən söhbət açır. Yəni deyir ki, turist bütün yolun 35%-ni birinci gün gedibdir. Bütün yolumuz nə qədərdir? Mən bilmirəm bütün yolu. Ona görə bilmədiyim şeyi mən x qəbul etməliyəm mütləq. Əgər nəyisə bilmirsinizsə, siz onu x qəbul etməlisiniz. Yəni yoldan söhbət gedirdi, yolu mən x qəbul edirəm. Deyir ki, bütün yolun 35%-ni birinci gün gedib. Yəni x-in 35%-ni bu birinci gün gedibdir. Yəni 100 vurulsun, x vur 35 böl 100. 0-dan 35 x-i birinci gün gedibdir. Sonra ikinci gün deyir ki, qalan ikinci gün 33%-ni ikinci gün gedibmiş. Yəni 33% x-in 33%-ni ikinci gün gedibmiş. Bu da eləyəcək 0-dan %33x eləyəcək. Sonra deyir ki, qalan 24 kilometr yolu isə üçüncü gün gedibdir. Üçüncü günə həm 24 kilometr veribdir, həm də deyir qalan yolun. Qalan yolumuz nə qədər olacaq? Ümumi cəminə, ümumi yoldan, yəni x-dan mən çıxmalıyam bunların cəminə. Ümumi yoldan, yəni x-dan mən çıxmalıyam. Baxın 0-dan 35 x-dan 0-dan 33 x-in cəmi mən çıxmalıyam. Bu da nə eləyəcək? X çıxılsın.
Deməli 0-dan 68x, deməli ondan 8 çıxsaq 2, 9-dan 6 çıxsaq 3, 0-dan 32x qaldı. Baxın, qalan yolumuzu deyir ki, həm də 24 kilometrə bərabər imiş. 24 kilometr yolu 3-cü gün getdi. 0-dan 32x. Bunlar həm də bir-birinə bərabərdir də. İndi qalan 24 kilometr 3-cü gün getdi. Bu turist 3 gün ərzində neçə kilometr yol getdi? 3 gün ərzində. 3 gün ərzində neçə kilometr yol gedibsə, yəni siz bunları cəmləməlisiniz. 3 gün ərzində neçə kilometr yol gedib? Yəni siz sadəcə x tapsız bəs eləyir. Demir 3-cü gün neçə kilometr yol gedib. Deyir ki, 3 gün ərzində nə qədər yol gedib? Yəni ümumi x tapmalısınız burada. İndi hesablayaq. 24 0-dan 132x bərabər 24-də. Deməli, x bərabər də burada nə? Yəni 24 bölünsün 0-dan 32-yə. Sürətlə məxrəci mən deməli 100-ə vursam, 132 oldu, ona görə 100-ə vursam, 100-ə vursam. Burada qalacaq 32 məxrəcdə, sürətlə qalacaq 24 vurulsun 100. Deməli, 24 ilə 32, 8-ə ixtisar aparsaq 32-ni deməli mən 8-ə bölsəm, 8-ə 4-ün 32, 8-ə 3-ün 24, 100 ilə 4 ixtisar edək qalacaq 21. Necə 75. Cavabımız burada 3 qalmışdı. 3 də 20-ə vursam necə 75. Deməli 3 günə cəmi 75 kilometr yol gedibdim. Sonra keçək 16-nı da izah etdim. 17 nömrəli suala baxaq. 17 nömrəli sual da çox sadə bir suallardandır. Burada deyilir ki, 75% bu olan ifadənin qiymətinin bərabər olan ədəd tapın. Yəni biz birinci hələ bu kəsrə deməli hesablamalıyıq. 4-də 3 bölünsün 3-də 2. Üstə gəlsin deyir 2-də 1. 2-də 1 vurulsun 4-də 6. Hesablayaq. Baxın 4-də 3 həm bölmə var, həm də həm bölmə var, həm vurma var. Baxın biz bölmələri və vurmaları birinci hesablamalıyıq. Yəni 4-də 3-ü mən vurmalıyam nəyə? 2-də 3-ə. 3-də 2 tərsinə çevriləcək olacaq 2-də 3. Üstə gəlsin 2-də 1 vurulsun 4-də 6. Bərabərdir. Sürətlə məxrəcin baxın ixtisar gedəcək. Burada ixtisar getmir, olduğu kimi qalacaq. Vuracam yəni. Sürətləri bir-birinə, məxrəcləri də bir-birinə vurmalıyam. 3 dəfə 3-ün 9, deməli 4 dəfə də 2, 8. Üstə gəlsin, deməli bu 6-la 2 ixtisar gedəcək qalacaq 3, burada 1 qalacaq. 3-ü 1-ə vursam 3, 4-ü də 1-ə vursam 4 eləyəcək. Deməli 4 ilə 8-i mən çox tapmalıyam və yaxud da ki bunu eyniləşdirə bilərəm, məxrəcləri eyniləşdirə bilərəm. Bölü 2-yə vursam 8, onu da 3-də 2-yə vurmalıyam. Burada eləyəcək də 9 bölü 8 üstə gəlsin. 3 dəfə 2-nin 6, 4 dəfə 2-nin 8. 9 da 6, 15 bölünsün 8. İndi deyir ki, şərtə bir də baxın, deyir ki 75% 15 bölü 8 olan ədədi tapın. Yəni bu 75% 15 bölü 8 olan ədəd nə deməkdir? Yəni ki, sən bunun deməli faizə görə ədəd tapılmasından istifadə etməlisən. Yəni 15 bölü 8-i vurmalısan 100-ə, bir dəfə də bölməlisən 75-in özünə. 75-in özünə. İndi bölək. Bax, yəni bu deməkdir. 15 bölü 8 vurulsun 100 bölünsün 75. Bu bölmə də vurmaya çevirsək nə olacaq? 75 yox, 75-də 1 olacaq. Bölmə eləyəcək vurma olacaq. Bu da 75-də 1. Tərsinə çevriləndə. İndi hesablayaq. Hesablamamızı aparaq. Deməli, baxın 15 ilə 5 ixtisar edəcək. Burada 1 qalacaq, burada 5 qalacaq. 100 ilə 5 ixtisar aparsam 20 qalacaq. 20-ni mən 80-dən 8-ə bölsəm, 24-ə bölündə 5 qalacaq, 8-i 4-ə bölündə 2 qalacaq, 5 bölü 2, bu da eləyəcək 2 tam, deməli 2,5 eləyəcək. 2,5. Bu formada tapılacaq cavabımız 2,5. Sonra Peki. Göstereyim bunlar. Deməli
Hə, deməli keçək digər suala. 18 nömrəli sualda deyilir ki, 2 ədəd verilib. Birinci ədəd 35,2 olub, bu ədədlərin cəminin 32%-ni təşkil edir. 2 ədəd verilmişdir. Deməli, biri olsun, ədədimizin biri olsun x, biri də olsun y. İkincisi də olsun y olsun. Deyək ki, birinci ədəd 35,2 olub. Hə, birinci ədəd deyir ki, 35,2-dir. Yəni x deyil. Eləcək 35,2-dir. Bu ədədlərin cəmi 32%-ni təşkil edir. Birinci ədəd 35,2 olub, bu ədədlərin cəminin 32%-ni təşkil edir. Yəni 35,2 var ha, bu ədədlərin cəminin 35,2 bu ədədlərin cəminin bu ədədlərin cəminin 32%-ni təşkil edir. Yəni hesablayaq, ikinci ədədi tapın. Bu ədədlərin cəminin 32%-ni təşkil edir. Yəni 35,2 bu ədədlərin cəminin 32%-ni təşkil edir. 35,2 vəssalam, bu formada quracaqsınız. İndi bir də oxuyuram. Deyir ki, 2 ədəd verilib. Birinci ədəd 35,2 olub. Bu ədədlərin cəmi nə deməkdir? Yəni 35,2 üstəgəl y bu ədədlərin cəminin 32%-ni təşkil edir. Yəni cəmin 32%, yəni cəm vurulsun 32 bölünsün 100 bərabərdir. Bu birinci ədədə bərabərdir. Sonra buradan da hesablayacaqsınız. Çarpaz bir-birinə vurub hesablayacaqsınız. 35,2 vurulsun üstəgəlsin y, üstəgəlsin y vurulsun 32 bərabərdir. 35,2-ni də mən 100-ə vursam 3520 eləyəcək cavab. İndi 3520-ni də mən 32-yə bölsəm, deməli 35,2 üstəgəlsin y bərabərdir. 3520-ni mən 32-yə bölsəm görək nə qalır? Bölsək 32-yə bir dəfə. 5-dən 2 100, 32 deməli yenə də bir dəfə düşəcək. Qalacaq burada 0. Deməli 110 qalacaq. 110. Deməli 35,2 üstəgəl y bərabərdir 110. İndi y burada nəyə bərabərdir? 110-dan mən çıxmalıyam nəyə? 35,2-ni çıxmalıyam. Vəssalam, çıxaq, hesablayaq. Deməli y bərabərdir 110, 110 çıxılsın 35,2. Ondan 2 çıxsaq 8, 9-dan 5 çıxsaq 4, ondan 3 çıxsaq 7. 74,2 deməli 8 olar cavabımız. Sonra keçək digər ikinci suala. İkinci sualımıza baxaq. 19 nömrəli sualda deyilir ki, 25% 20 olan ədədlə 33% 1,132 olan ədədin cəmini deyir tapın. 25% 20 olan ədəd nə deməkdir? Yəni 20-nin biz 25%-nə görə tapmalıyıq. 20 vurulsun 100 bölünsün 25. Bölünsün 25-ə. Bərabərdir. 100 ilə 25 demək çarparsam qalacaq burada 4. 4 qalacaq. 4-ə 20 vuranda eləcək 80. Yəni bu 80 ədədi ilə 33% 1,132 olan ədədin cəmi. Yəni 1,132-ni mən vurmalıyam 100-ə, bölməliyəm 33-ə. 1,132-ni mən 100-ə vursam elə 132 eləyəcək. Bölsəm də 33-ə qalacaq burada 4. Ədədləri deyir ki, cəmi tapın. Biri oldu 80, biri də oldu 4. Cavabımız elədir 84. Sonra ikinci suala keçsək, ikinci sualda nə deyilir? 20-ci sualda daha doğrusu. 2 ədədin deyir cəmi 80-dir. Birinci ədədin 25% ilə ikincinin 40%-nin cəmi 23-ə bərabərdir. 2 ədədin cəmi, yəni deyir ki, bir ədədimizin biri olsun x, digəri də olsun y olsun. Deyir ki, bunların deyir cəmi 80-dir. Bizə deyir 80-ə bərabərdir. Deyir ki, birinci ədədə 25% ilə, birinci ədədə yəni x-də, x-in deyir 25% ilə, x vur 25 bölünsün 100-lə, ikincinin 40%, yəni ikincidə y daxil, y-in 40%, y vursun 40 bölünsün 100, cəmi 23-ə bərabərdir. Məsələn, burada əvəz etmə üsulu sizə demişdim, əvəz etmə üsulu ilə həll edəcəksiniz. İndi x-i 25-ə vursaq, indi mən bu tənliyi həll etsəm, məxrəclərimiz, ortaq məxrəclər də 100-ün elə özüdür, 100, x-i 25-ə vuranda 25, x üstəgəlsin 40, y bərabərdir 23-ə. Daha sonra 25x üstəgəlsin 40y, deməli 23-ü də 100-ə vursam eləcək 2300 eləyəcək.
İkinci tənliyimiz də baxın bu x plus y bərabərdir 80-ə. İndi mən buradan əvəz etmə aparsam, ya x əvəz edən, ya da y əvəz etsin. Fərqi yoxdur. X buradan bərabərlə 80 çıxılsın y-ə. İndi x gördüyünüz yerə, baxın x gördüyünüz yerə siz bu ifadəni yazacaqsınız. Baxın, bax bu ifadəni yazacaqsınız. Yəni 80 minus y yazacaqsınız. İndi yazaq. 25 vurulsun. X gördüyüm yerə 80 minus y yazıram. Və gələnsin 40 y bərabərdir 2300-ə. Deməli 25-i mən 80-ə vursam, 25-i 8-ə vursam 200, 0-da yazsam 2000 eləyəcək. 2000 çıxılsın 25 y, sizə gələnsin 40 y bərabərdir 2300-ə. İndi 40 y-dən mən 25 y çıxsam nə eləyəcək? 15 y bərabər 2300-dən də 2000 çıxsam eləyəcək 300. İndi 30-u mən 15-ə böləndə 2 qalacaq. 0-da əlavə etsəm 20 eləyəcək. Yəni y-i tapdım mən 20. X-i bəs necə tapmalıyam? X-i bəs necə tapa bilərəm? Dəqiqə. X-i necə tapa bilərəm? Mən burada 20-ni tapmışdım. X tapmışdım 20, y-i tapmışdım 20 axı. Burada deməli y-in əvəz etmə x-imiz burada nəyə bərabərdir? X 80 minus y-ə bərabər idi də. Yəni y qiymətini tapıb mən yerinə yazsam və x-i oradan tapmış olaram. 80-dən də 20 çıxsam eləyəcək cavabım 60. Baxın bu formada əvəz etmə üsulu çox gözəl bir üsuldur və bəzi məsələlərdə istifadə olunur. Sonra deməli bu suala baxın, keçək digər suala, yəni izaha belə təkrar baxarsınız ki, bu əvəz etmə üsulu sizin yadınızda qalsın. Baxın yenə də 20-ci sualla tamamilə eyni sualdır. Deyir ki, 2 ədədin fərqi 35-dir. 2 ədədin fərqi, yəni biri olsun A, biri də olsun B. Bunların fərqi deyir ki, 35-dir. Yazdım. Sonra deyir ki, azalan 15% ilə çıxılanın 20%-nin cəmi. Azalanımız bax bu A azalanı, B də çıxılanı da, düzdürmü? Azalan deyir 15%. Yəni A-nın 15%, A vur 15 bölünsün 100-lə, çıxılanın 20%. Yəni B-nin 20%, B vur 20 bölünsün 100. Bunların deyir cəmi 7-yə bərabərdir. 7-yə və salam. Ədədləri deyir tapın. Tapaq. Hesablayaq. Deməli, A-nı 15-ə vuranda eləyəcək nə? 15A üstə gəlsin 20B bölünsün 100 bərabərdir 7-yə. İndi 15A üstə gəlsin 20B, 7-ni də 100-ə vuranda eləyəcək 700. Burada A minus B'miz, A minus B-ni də köçürdürəm təzədən bura. Bərabərdir. Yazdıq bunları, hesabladıq. Deməli, A-mız burada nəyə bərabərdir? Deməli, A-mız burada nəyə bərabərdir? A bərabərdir 35 plus B-yə. İndi A gördüyüm yerə mən baxın bu ifadəni yazmalıyım. Yəni 15 vurulsun. Baxın birinci tənlikdə aparıram. Yerinə yazıram bu ifadəni. 15 vurulsun 35 plus A-ya, B-yə daha doğrusu. Üstə gəlsin 20B bərabərdir 700-ə. Görürsünüz, baxın eyni dəyişəndən asılı saldım ki, mənim toplama çıxmam rahat ola bilsin. İndi 15-i mən 35-ə vursam nə eləyəcək? 15-i 35-ə vuraq. 71, 5 də etsin 15, 45. Deməli 525. Deməli hesabladıq. Burada elədi 525 üstə gəlsin 15B, üstə gəlsin 20B bərabərdir 700-ə. Yəni ki, baxın 15-ə də bilir ki, həm 35-ə, həm də ki B-yə vurdum. Bu formada yazdım. İndi 20B üstə gəlsin 15B neçə eləyəcək? Eləyəcək 35B bərabərdir 700-dən də mən 525 çıxsam 175 elədim. B-miz burada nəyə bərabərdir? 175-i bölsün 35-ə. B-miz bərabər olacaq. 5 dəfə düşməlidir. 5 dəfə 5-in 21. 5 dəfə düşür. B-miz oldu 5-ə bərabər oldu. A-mız nəyə bərabərdir? Baxın, A-mız da bu ifadəyə bərabərdir. Yəni B-nin qiymətini gətirib yazım. Yerinə hesablamaq lazımdır. A bərabərdir. 35 üstə gəlsin 5. Cavabımız eləyəcək 40-a. Yəni 40 və 5 ədədlidir. Sonra keçək digər suala. Ata-oğlundan. Ata-oğlu yaş məsələsidir bu. Asan sualdır. Çox sadə sualdır. Diqqətli qulaq asmaq lazımdır sadəcə. Ata, deməli ata və oğul. İndi baxaq görə nə deyir burada? Deyir ki, ata oğlundan 28 yaş böyükdür. Yəni oğlumuz bizim bilmirik ya nə qədərdir. Ata deyir oğlundan 28 yaş böyükdür. Oğul x olduğuna görə ata da ondan 28 yaş, yəni x plus 28 yaş böyük olmalıdır. Atanın yaşının 60% ilə atanın yaşının 60% nə deməkdir? Yəni x üstəgəl 28-in 60% ilə
Oğlun yaşının 50%, oğlun yaşının 50%, x-in 50% deyək ki, 30-a bərabərdir. Yəni bunların deyək cəmi 30-a bərabərdir. Məsələn, atanın və oğlunun o ayrılıqda deyək neçə yaşı var? Ayrılıqda biz bunları hesablamalıyıq. Mən bir dənə bunları silim ki, qarışmasın suallarımız. Hı hı. İndi keçək sualımızı həllinə. İndi, faizlə verilib. Faizlə verilibsə mən faizi necə çevirməliydim? X üstəgəlsin 28 vur 60 bölünsün 100. Üstəgəlsin x vurulsun 50 faizi bölməliyəm 100-ə bərabərdir 30-a. Yəni faizdən artıq mən bunu belə toplaya bilmərəm. Mən bu cür toplamağa heç vaxt ixtiyarım yoxdur. Mən faizdən kəsrə çevirməliyəm mütləq. İndi hesablayaq. Yəni x üstəgəlsin 28 vurulsun 60 faiz 60 üstəgəlsin 50 x. Demək 30-u da mən 100-ə vursam nə eləyəcək? 3000 eləyəcək. 30 yanında da 2 dənə sıfır 3000 çarpaz vurdum. Deməli gəl mən bunu hissə-hissə yazım, birdən başa düşməzsiniz siz bunu. Baxın belə yazdıq. Ortaq məxrəc gəlmək lazımdır. 100 ortaq məxrəc nədir? 100-dür. 60 vurulsun x plus 28 üstəgəlsin 50 x-a bərabər olacaq 30-a. Deməli mən bunları çarpaz bir-birinə vursam, nə eləyəcək? Deməli 60 vurulsun x plus 28 üstəgəlsin 50 x 1-ə vursam eləyəcək, baxın bu ifadənin özü, yəni yazdım bura. Bərabər 30-u da mən 100-ə vursam eləyəcək 3000. Ona görə birbaşa bayaq yazmışdım cavab. 60-ı x-a vursaq 60x, üstə də 50x gəlsək 110x eləyəcək. Üstə gəlsin 60-ı da 28-ə vursaq. 8 dəfə 6-nın 48, 4 yadda, 6 və 2-nin 12, 4 yadda 16 və 0 da yaz yanında. Bərabər olacaq 3000-ə. Bərabər 110 x-imiz bərabər olacaq nəyə? 3000-dən mən çıxmalıyam 1680-i. 110 x-imiz bərabərdir 10 0 10-dan 8 2 9-dan 6 3 2-dən 1 çıxanda 1. Hər təşkildə məxrəcə mən deməli hər tərəf mən 10 ixtisar parçasım qalacaq 11x bölünsün 11x bərabər 132-yə x də bərabərdir 132-ni bölsəm 11-ə eləyəcək cavab 12-yə. Yəni x-i mən 12 tapdım. Deyək ki, ata ilə oğlun yaşlarını ayrılıqını tapın. X-i mən 12 tapdımsa atamız nədir deməli? Oğlumuz x-dir. Yəni 12 tapdıq da. Hə. 12 tapdıq. X-imiz 12 oldu. 12 oldu. Atamız da oldu. 12 üstə gəlsin 28. Cavabımız eləyəcək burada 40-a. 40 və 12. Sonra demək olar ki, bir bölməni tamamilə biz işlədik burada. Tamamilə demək ki, işlədik burada. Sonra deyilir ki, 4 ədəd verilib. 4 dənə ədəd verilib bizə. 1 ədəd, deməli, qeyd eləyək. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd və dördüncü ədəd. Görək nə deyir burada bizə? Dördüncü ədəd. Deyilir ki, bu birinci ədəd ədədlərin cəminin 30%-dir. Ədədlərin cəmi, mən ədədlərimin cəmini bilirəm, nə qədərdir? Xeyr, bilmirəm. Yəni ki, bilmədiyimiz şeyi x qəbul etməliyik. Ədədlərin cəminin deyir ki, 30%-dir bu birinci ədəd. Yəni x-in deyir 30%-dir. X-in 30%, x vur 30 bölünsün 100, 0,3x birinci ədədimiz olacaq. İkinci ədəd birincinin 80%-dir. İkinci ədəd birincinin 80%-dir. Yəni birinci nədir? 0,3x idi axı. Onun 80% nə deməkdir? 0,3x vur 80 bölünsün 100-ə. 8 və 3-ün 24-ə 100-ə bölsəm 0,24x eləyəcək. Sonra üçüncü ədəd isə birinci ilə ikinci ədədlərin cəminin 9-a 5 hissəsi qədərdir. Birinci ilə ikinci ədədlərin cəmini, yəni bunların deyir cəminin, bunların cəmini cəmləyəcəksən. Cəminin 9-da 5 hissəsi nə deməkdir? Yəni bura cəmliyib vurasan 9-da 5-ə. İndi 4-cü ədəddə deyir 40-dır. Bunu özü veribdir. Qalan ədədlər deyir tapın. Tapaq indi 0,3-ü üstünə gəlsəm mən 0,24x-i gəlsəm. O eləcək nə? 0,54x vursam mən 9-da 5-ə. 0,154-ü mən çevirsəm 100-də 54 eləməlidir. Deməli bir dəqiqə 100-də 54 vursam 9-da 5-ə. 9-da 6-ın 50, 6-ını da 5-ə vursam 30 bölünsün 100. Bu sıfırlar gedəcək, qalacaq. Bu da 0,3x. X-i buradan yazmaq yadımdan çıxdı. 0,3x elədi. İndi hesablayaq. Deyilir ki, bu ədədlərin cəmi mən x götürmüşdüm bayaq. Cəmi x idi. Yəni birinci 0,3x üstə gəlsin 0,24
üstəgəlsin 0,3 x üstəgəlsin 4-cü ədədimiz 40 idi. Bərabərdir ümumi ədədimizin cəmini mən x qəbul etmişdim. İndi hesablayaq. 0,3-ün üstünə 0,3 gəlsəm 0,6x, 0,6 x-in də üzərinə 0,6 x-in üzərinə mən 0,24 gəlməliyəm. 4, 8, baxın 0,84x. 0,84x üstəgəlsin 40 bərabərdir x-a. Deməli, buradan x-imiz nəyə bərabər olacaq? Deməli, x çıxılsın. Baxın, x-ları mən bir tərəfə keçirirəm. Deməli, mən 40-ı saxlasam burada. Bir dəqiqə, biraz böyüdüm şrifti. Deməli, mən 40-ı deməli saxlasam sağ tərəfdə, x çıxılsın da 0,84x-i mən sağ tərəfə keçirdirəm. Bərabərdir. Mən x-in əmsalı nədir? 1-dir. Baxın, bu x-in əmsalı 0,84-dür. Bunun da əmsalı 1-dir. Yəni yazılmayanda biz 1 oxuyuruq. 0,84-dən çıxsam, deməli, ondan 4 çıxanda eləyəcək. 6, 9-dan 8 çıxsaq, 1, 0,16x etməlidir. 0,16x, 0,16x. Silək. Deməli, 0,16x 0,16x x bura nəyə bərabər olacaq? X-in yanındakını dedik ki, həmişə bölürük. 0,16-ya bölməliyəm. 40-a bölməliyəm. 0,16-ya. 116-ya. Sürətlə məxrəci mən deməli 100-ə vursam, 116 olduğuna görə 100-ə vursam ki, vergüldən azad olsun. Deməli, 4000 bölünsün 16-ya. Deməli, indi ixtisarımızı aparaq 4-ə bölək. 4000-i mən 4-ə bölsəm, burada 1000 qalacaq, burada 4 qalacaq. 100-ü də 4-ə bölsəm, edəcək 25 və yanında da 0. Yəni, x-imiz oldu 250. İndi mən burada x-i 250 tapdım. Qalan ədədlərim nə idi? Biri 0,3x idi, bir də 0,24x idi də, düzdürmü? Bərabərdə 0,3x-i mən bir dəfə 250-yə vurmalıyam. 0,3-ü mən bir dəfə 250-yə vurmalıyam. Bu 0-la bu vergül getdi, 75 bölədi. 250-ni mən bir dəfə də 0,24-ə vurmalıyam. Bu 0-la bu 0 getsə qalacaq burada 2,4. 2,4-lə mən 25-ə vursam, gəlin vuraq bunlar bir-birinə. 25-i mən vursam 2,4-ə, 4 dəfə 5-in 20, 4 dəfə 2-in 8, 2 də 7, 10, 5 dəfə 2-in 10, 5, 0, 0, 6. Vergüldən sonra deməli rəqəmləri sayırıq və sağdan sola doğru, baxın sağdan sola doğru mən vergülləri sıralayıram. Bir rəqəm olduğuna görə bir rəqəm olduğuna görə bir vergül ayırmalıyam. 60 eləyəcək. 60 cavabımız oldu 60. Ədədimizin biri oldu 60, biri oldu nə? 75, 1 oldu 75. Baxın burada 1 oldu 60, 1 burada verilmişdi, 40 verilmişdi. 40 verilmişdi və ədədimizdə biri nə idi? 0,3x idi. Tapdıq ədədlərimizi ki, 2 dənə baxın 0,3x-imiz var. Burada baxın 2 dənə 0,3x-imiz var bizim. Baxın 0,3x, 0,3x, 0,24x və 40. Yəni biz də bunları tapdıq. Yəni 0,3x-in tapdıq birini ki, nə idi? 75 idi. 0,24x-imiz elədi. Deməli, 60 elədi. Və digəri də oldu bu ifadə. 40-a bərabər idi. Əssalam. Sınavımızın da izahını verdim sizlərə. Bu bir sınaq, deməli, demək olar ki, 2 bölməni əhatə edirik ki, mövzunu ədədin faizinin tapılması, faizə görə ədədin tapılması bölməsini əhatə edirdim. Ümid edirəm ki, başa düşdünüz və qaydaları təkrarlamaq lazımdır ki, bu deməli ədədə görə faiz tapılmasını deməli düsturlarını biləsiniz, yadınızdan çıxmasın.